orada kravat var, rahat şəkildə yata bilərik. Oğlanları mən qoyuram 3 yerə. Mən, qardaşım, bir də bu qardaşım. Sənə də ya bu başqa otaqlardan birində kravatda yer salıram, yatırsan qəşəng, ya da ki biz keçirik yerə, sən keçsən kravatda orada yatırsan. Bir dəqiqə, sözümü kəsirəm. Zarafat edir. Mən sizi ilə qalır. Qalsın da, lazım olsa ikisini ayrı salaram, bacını götürərəm öz yanıma. Onda qalmaq məsələsini belə həll edə bilərik ki, Çingiz burada uzansın. Ayaz olsa gecə yatan tipdə ölməncə 3 günlük baxışlarına əsasən həyatda gəzib eləyəcək. Mən kravatda yatım, kravatın bu tərəfində. Sən də kravatın bu tərəfində. Ya da yox, mən yerdə yatıram. Çingizlə Ayaz yatır kravatda, sən də yerdə mənim yanımda. Yəni hər bir variantda sən yanında yatıram da. Nəma, yaxşı nətər eləyək. Biz yatırıq yerdə, İcəl kravat. Məncə mən yatım kravatda, kravatın qırağında yatsın Çingiz. Belə də eləyə bilərik. Ayaz, Çingiz, sən yerdə, mən kravatda. Yox, mən yerdə yatmaq istəmirəm. Onda gəl. Bəlkə hamımız bir yerdə kravatda yataq. Hamımız sıxışmaq. Ayazı çıx, səni çıx, mən də durum. Nərgizlə Sel orada. Mən də yorulsam gəlib yataram. İşte birdən biz yatan yerdə hamımız kravatdayıq. Elşənlə Tərlan gəldi. Bunlar da yer ayırmaq lazımdır. Elşən, Tərlan, ortada mən, yox elə məni çıx. Ayaz, Yekədir, çıx. Çingizi verərik ortalarına. Bizəllə də mən burada çıx. Yəni hər bir variantda yəni mən sənin yanında yatıram. Mən sənin üçün rahat yerlər axtarıram. Orada belə eləyək. Elşən yatsın Ayazla, Çingiz yatsın Tərlanla, Nərgiz yatsın Aygündən, Amər də sən qaldın. Gəl sən kravatda tək qal, biz hamımız yerdə yataq. Bilirsiniz nədir? İzel bizdə qalır. Biz üçümüz qızlar qalırıq. Siz də burada nə edirsiniz eləyin.